Qaçaq Nəbinin Dağ bəy Günkür bəy ilə qarşılaşmasından həmin dövrdə yaşamış tədqiqatçı Bəhlul Bəhcət öz kitabında yazır. Çar dövründə yaylağa gedən əhaliyə nəzarət etmək üçün dağ bəyləri təyin edilirdi. Onlardan biri də çara canla başla xidmət edən Günkür bəy idi. Yaylaqda vəzifəsindən istifadə edərək özbaşınalıq edir, kəndlilərin yağlarını, qoyunlarını, hətta yaxşı atlarını əllərindən alırdı. Ona qarşı çıxan hamını isə Qaçaq Nəbiyə dəstək vermək ittihamı ilə güllələdirdi. Həmçinin hər yerdə lovğalanaraq danışırdı ki, Nəbini tutub qollarını diri-diri bağlayacaq. Günlərin birində Qaçaq Nəbi Üçtəpə mövqelərində eşidir ki, Günkür bəy həmin kəndə gələcək. Nəbi dəstəsini kənd kənarında saxlayaraq özü tək başına kəndə girir. Kəndlilərdən biri tez onu xəbərdar edir ki, bəs Günkür bəy tezliklə bura gələcək. Yeri gəlmişkən qeyd edim ki, Günkür bəy əslində Qriqor bəy idi, lakin yerli əhali ona Günkür deyirdi. Xülasə, Nəbi həmin kəndlidən çoban paltarları alır və qoyun sürüsünün yanına gedir. Yol kənarında gözləyərkən Günkür bəyin silahlı dəstəsi ilə kəndə yaxınlaşdığını görür. Ona ədəb-ərkanla baş əyib salam verir. Bu hərəkət Günkür bəyin xoşuna gəlir. Ondan soruşur ki, Qaçaq Nəbini buralarda görübmü? Qaçaq Nəbi də deyir ki, bəli, bu kəndin yaxınlığındadır, özü də dəstəsindəkilərin çoxu yaralanıb. Günkür bəy isə kəndlilərə səslənir ki, indi Qaçaq Nəbini dovşan kimi diri-diri tutacaq və qollarını bağlayıb çara təhvil verəcək. Digər yandan da Nəbi kənddən çıxıb öz dəstəsinin yanına çatır. Günkür bəy ilə açıq meydanda döyüşməyi qərarı alır, lakin kənddə döyüşsə kəndlilərə zərər dəyəcəyindən ehtiyat edir. Bir yol tapıb Günkür bəyi kəndin kənarına çıxarmaq lazım idi. Bu səbəbdən yaxınlıqdan keçən bir karvanı saxladır. Onlara deyir ki, yüklərinizi bizə əmanət verin, bir qədər sonra sizə qaytaracaq. Lakin özünüz kəndə girin və deyin ki, Qaçaq Nəbi bizi soydu. Tez bir zamanda tacirlər kəndə axın edərək Qaçaq Nəbinin onları soyduğunu deyirlər. Günkür bəy də dərhal öz dəstəsini götürüb həmin tacirlərin göstərdiyi istiqamətə çapır. Nəbinin dəstəsi yalnız 20 nəfərdən ibarət olmuş olur. Üstəlik, silah-sursat baxımından da heç də yaxşı təchiz edilməmiş şəxslərdən ibarət. Günkür bəyin dəstəsində isə təzə silahlar və üstəlik bir neçə yüzbaşının olduğu belə qeyd olunur. Bunlara baxmayaraq döyüş mövqeyi Qaçaq Nəbi tərəfindən seçilmişdi və əlverişli mövqelər də əvvəlcədən tutulmuşdu. Tez bir zamanda Günkür bəyin Rus və Kazaklardan ibarət olan dəstəsi dağılır, özü isə qaçarkən özü dediyi kimi diri dovşan kimi tutulur. Kəndlilərə zülm edən Günkür bəyi Qaçaq Nəbi elə kəndlilərin gözünün qabağında güllələyir. Daha sonra isə tacirlərə malları təhvil verilir və yola salınır. Daha ətraflı və geniş məlumat almaq üçün ekranda gördüyünüz videolara klikləyə və yaxud da kanala abunə ola bilərsiniz. Dəstəyiniz üçün təşəkkürlər, sağ olun, Allah amanında.